qaradərili sosioloqdur. Frans Fanon müstəmləkəçilik xalqlarını araşdırır. O deyir ki, müstəmləkəçilikdən azad olan xalqlarda davranışlarında iki hal dərhal müşahidə olunur. Bir, əxlaqsızlıq, iki, cinayətkarlıq. Niyə görə? Bir, müstəmləkəçilik dövründə bastırılmış mən özün təsdiq eləməkdən ötürü ən asan yola əl atır. Məsələn, 70 il biz o içimizdə bir məni bastırmışıq Sovet hökumətinin qorxusundan. Biz onu 20 ilə kitab da yazıb təsdiq eləyə bilərik. Amma biz onu məişət cinayətkarlığı ilə dərhal təsdiq eləməyə çalışırıq. Və yaxud tutaq ki, o yüngül əxlaqlı həyat tərzini seçməklə heç bəlkə də o qadınlar, o kişilər özləri mənlə yüngül əxlaqlı insanlar deyillər. Müstəmləkəçilik psixologiyası şəxsi mənafini, ictimai mənafinin paraziti kimi böyüdür. Yəni bizim evdən, ailədən çıxan uşağın bircə dənə niyyəti var. Cəmiyyətdən nəsə oğurlamaq.